həyata keçirilir. Xüsusilə son illər ərzində əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhid ailə üzvləri, müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvlərinin maddi sosial rifahının yaxşılaşdırılması və yaşadıkları yerlərdə iş yerlərinin artırılmasına dəstək olmalıdır. Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər şəhid ailələrinə diqqət və qayğı yoxdur. Oxuluf mağarasının böyüməsində Qarabağ kodlarının dəstəyi əvəz olunmazdır. Buradan hər birimizə təşəkkürümü bildirirəm. Qarabağ kodları layihəsi ölkəmiz üçün tərtib olan bir mövzuya, Qarabağın dirçəlməsinə, onun inkişafına bilavasitə xidmət göstərir. Biz bugünkü tədbirimizin xüsusi gözlənilən məqamına artıq keçid edirik.